Aksu şəhərində maraqlı hadisə baş verib. Qafqaz İnfo bildirir ki, şəhər sakini Hüseynov Nizami küçəsində yerləşən lotereya biletlərinin satışı köşkündə işləyən 69 yaşlı Həmidova saxtalaşdırılmış bilet təqdim edərək 100 manat uduş əldə etdiyini deyib. Bileti götürən Həmidov bir qədər sonra onun üzərindəki rəqəmlərin saxta olduğunu görüb və Hüseynovun arxasıca onu söyüb. Bundan sonra tanışı Hüseynovla əlaqə saxlayaraq Həmidovun onu söydüyünü bildirib. Nəticədə həmin şəxslər arasında mübahisə baş verib. Həmidovun ictimai yerdə uca səslə söyüş söyməsi ilə bağlı onun barəsində protokol tərtib edilib və aidiyyatı üzrə məhkəməyə göndərilib. Bileti saxtalaşdırdığını etiraf edən Hüseynov imkanı olanda pulu geri qaytaracağını da söyləyib. Həmidov isə hər hansı xuliqanlıq əməli törətmədiyini bildirib. Aksu rayon məhkəməsinin qərarı ilə əməldə xəta müəyyən edilmədiyindən inzibati icraata xitam verilib.